Real Madrid yeni transferlere hazırlaşır. Franco Mastantuono, Trent Alexander-Arnold ve Dean Huijsen keçidlerinden sonra Real Madrid daha bir neçə futbolçunu heyətinə qatacaq. İlk növbədə təbii ki söhbət sol cinah müdafiəçisi mövqeyindən gedir. Bu zonaya Real'ın əsas namizədi Alvaro Carreras'dır. Amma Benfica'nın futbolçusu uğrunda çox gərgin mübarizə gedir və bilinmir ki Real Madrid bu futbolçuya görə 48 yoxsa yekunda 50 milyon avro ödəyəcək. Yəni anladığınız qədərilə orada 5-6 milyon avronun söhbətini edir Florentino Perez. Və klublar arası dünya çempionatında əvvəl də dediyim kimi Alvaro Carreras Benfica'nın heyətində çıxış edəcək. Real Madrid'e əgər qoşulsa bu yalnız həmin turnirdən sonra baş verəcək. Daha bir mövqe hansını ki Real Madrid gücləndirməyi nəzərdən keçirir. 9 nömrə hücumçu mövqeyidir. Bu zonaya bir neçə namizədlər var, amma konkret adlar demək olar ki yoxdur. Bir ad deyə bilərəm, söhbət Ante Budimir'dən gedir, Asasuna'nın hücumçusundan, amma onun üçün də Real hələ ki rəsmi olaraq danışıqlara başlamayıb. Daha hansı mövqelər güclənə bilər? Sizin fikirlərinizi gözləyirəm şərh bölməsində və əgər Alvaro Carreras transferini reallaşdırmaq mümkün olmasa, sizin fikrinizcə sol cinaha alternativ olaraq kimin transferini nəzərdən keçirmək lazımdır? Və təbii ki hücumçu mövqeyi ilə bağlı da öz fikirlərinizi yaza bilərsiniz və şərh bölməsində sizin rəyi gözləyirəm. Videoya like qoyub paylaşmağı da sizlərdən xahiş edirəm. Sonuna qədər Ala Madrid!